Herkesi salamlayıram. Bugün günlərdən Suraxanıya getmək günüdür. Suraxanıya əsas getmə səbəbimiz qaynanamı ziyarət eləməyimiz oldu. Bu aralar biraz nasaz idi. O səbəbdən ziyarətə getdik və getməmişdən öncə anam xalamla söhbət edirdi və xalam da dedi ki, elə gəlmişkən bizi də ziyarət eləyərlər. Çünki evlər həm yaxındır, həm də xalamın oğlu Səməd gəmidən qayıdı və kiçik bir qonaqlıq verirdilər. Yəni qonaqlıq deməyək, sadəcə kiçik bir yığıncaq deyək verirdilər və biz də onları ziyarətə getdik. Videodan da gördüyünüz üzərə İnci burada xalam oğluyla, xalamın nəvəsi ilə oynayır. Və xalam oğlu Temudan belə bir məhsul sifariş verib öz oğluna. Qızım da oynadı, marağını cəlb etdi. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry. Və sonradan yoldaşım da onlara qoşulur, birlikdə oynayırlar. Onu da qeyd etmək istəyirəm ki, bizdə təkcə mənim yoldaşım yox, onun əmisi, daha sonra əmisi oğlu və mənim xalam oğlu, yəni tam 4 ədəd bizdə gəmiçi var. Və buna görə də çalışırıq ki, bir-birimizə gediş-gəlişimiz olsun. Əsas da onlar qayıdanda gəmidən sağ-salamat gedib gəlirik tez-tez. Və fikir vermişəm, gedəndə elə gedirlər ki, çalışırlar ki, qaydanda hamısı birlikdə olsun. Hal-hazırda da demək olar hamısı gəmidən düşüb bir yerdədirlər, görüşürlər. Keçmiş videolarımdan birinin altına bir xanım yazmışdı ki, oğlum mexaniklik oxuyur. Mən də cavablandırmışdım ki, elə mənim yoldaşım da mexanikdir. Hətta dənizçiliyin necə bir sənət olub-olmadığını da soruşmuşdu. Yəni çətinlik dərəcəsini soruşmuşdu. Və mən də buradan yenidən qeyd etmək istəyirəm ki, bəli, çətin sənətdir. Təkcə yəni qarşı tərəf üçün yox, valideynlər üçün də çətindir, yoldaşı üçün də çətindir, ailə üçün də çətindir. Çünki lakin siz ailə həyatı qurmamışdan öncə az çox bilirsinizsə ki, bir gəmiçi ilə evlənirsiniz. Artıq bunları göz önündə bulundurmalısınız, necə deyərlər. Çünki mən artıq yoldaşımla təzə-təzə danışan vaxtlar, təzə tanış olan vaxtlar hiss edirdim müəyyən çətinliklər yaşayacağam. Çünki bir də gördünüz, danışırdıq, qəfildən set gedirdi və 2-3 gün minimum cavab gəlmirdi. Daha sonra özü yazırdı ki, əslində mən sənə çoxlu mesajlar yazmışam, ancaq olmadığından məfsuslar olsun ki, yazdıqlarım sənə gəlib çatmayıb. Doğrudan da çox sonradan o yazıqları gəlib çıxırdı mənə və belə bu tip problemlər yaşayırdı. Amma mən buna böyük bir problem kimi baxmıram. Önəmli olan bir-birimizə olan güvənimizdir. Güvən, hörmət və sevgi, bu üçü də bir münasibətdə olması gərəkən 3 əsas məqamlardan biridir mənə görə. Lakin belə bir şey də var. Çətinlik dərəcəsinə geri qayıtsaq, əgər gəmiçi yoldaşını elə gəmiçi yoldaşı başa düşər. Mənim həmişə belə bir sözüm var. Çünki istər-istəməz, yəni başqa insanlar bunu anlaya bilməz. Bir gəmiçi yoldaşı olaraq, məsələn, çox rastlaşdığım çətinliklərdən birini deyəcəm. Məsələn, tutaq ki, sizi dəvət ediblər bir yığıncağa. Bu toy ola bilər, nişan ola bilər, xına ola bilər. Hələ ki toydusa, mənim üçün daha çətin keçir bu. Çünki ətrafda bir çox sevgililər, nişanlılar, evlilər görürəm. Ancaq mənim yoldaşım yanımda olmadığına görə bəzən insanı kədər bürüyür həqiqətən də ki, istəyirsən ki, sən də onlar kimi ayağa qalxıb rəqs eləyəsən ya da birlikdə məsələn çıxasınız, foyedə biraz vaxt keçirəsiniz. Yəni dediyim kimi, məncə bunu elə gəmiçi yoldaşlar daha çox başa düşər. Buradan anama çox dərin təşəkkürümü bildirirəm. Tək anama yox, atama da, nənəmə də, bacıma da. Çünki yoldaşım burada olmayanda mənə çox əl tuturlar, dəstək olurlar. Düz bəzən ola bilər ki, müəyyən münaqişələr yaşayaq, amma yenə də məni yola verirlər, sağ olsunlar. Yoldaşıma da təşəkkür edirəm. Artıq 1 ay olar, bəlkə də 1 aydan biraz çoxdur ki, buradadır. O da mənə əl tutur. Məsələn, uşağı tutur, mən gedib bir duş ala bilirəm, üzümə, gözümə qulluq eləyə bilirəm. Bəzən harasa gedəndə makyaj eləyə bilirəm. Əslində uşaqların ən rahat vaxtı mənə görə 0-3 ay arasıdır. Çünki 3 aydan sonra artıq başlayırlar oyuncaqlara əl atmağa, ora-bura əl atmağa. Yavaş-yavaş ətrafı dərk edirlər və bu səbəbdən daha çox çətin olur insanın özünə vaxt ayırmağı. Belə olan halda həyat yoldaşının dəstəyi çox daha mühümdür. Məsələn, mənim valideynlərim iş adamlardılar, yəni işə gedib gəlirlər və bacım tibbdə oxuyur. Təbii ki, onlardan sadəcə bir neçə dəqiqəlik övladımla məşğul olmaqlarını istəyə bilərəm, uzun bir müddət yox. Və burada da sizə göstərmək istəyirəm sağ və sol tərəfdə olan qida məhsullarını. Sol tərəfdə aldıqlarımı təzə almışam.
Sağ tərəfdəkilərdə 1 ay olar ki, istifadə edirəm və çox razıyam. Razı qaldığım üçün eyni firmadan yenidən sifarişlərim oldu. Burada gördüyünüz bu yağ qəşəng bir zeytun yağıdır və uşaqlar üçün əsas istehsal olunub. Qoxusu kəskin olmadığına görə bütün yeməklərinə qatıram. Beləcə mədə-bağırsaq sağlamlığına da dəstək olmuş oluram. Daha sonra Bey Gurmədən xurma özü, yəni xurmanın bəhməzini almışam. Bu da çox faydalıdır. Əsasən kaşalarına istifadə edirəm. 1 qaşıq yetərlidir. Daha sonra belə bir night mix var. Bu da bəkməzdir, amma içində gecə rahat yatması üçün melisa və çoban yastığı var. Daha sonra rüşeymli manna almışam. Bundan digər videolarda da bəhs etmişdim. Bu da melisa və çoban yastığı tərkibli gecə mühallebisidir. Əsasən axşam saatlarında verirəm. Pirinç unu da endirimdə idi deyə aldım. İndi isə keçək yeni aldığım məhsullara. Burada ilk əlimizə aldığımız məhsul rüşeymli mannadır. Bundan ikincini də sifariş etdim. Çox razı qaldığım üçün. Daha sonra mənə hədiyyə gəldi 2 ədəd pankek qarışımı. Gecə mühallebisini özüm almışam, amma digər 2 pankek qarışımını özləri hədiyyə eləmişdilər. Üzərində də yazılıb. Və 2 ədəd də çorba aldım. Bunlar manna tərkibli çorbalardır. Çox qəşəngdir. Dadını çox bəyəndi qızım. Burada da gördüyünüz kimi içində çoxlu, yəni hərdisə 10 növ tərəvəz var. Daha çox gəzməli, görməli yerlərin və eyni zamanda söhbət tipli videolar istəyirsinizsə, aşağı